Hadi gəlirsən bura, evə sahib ola bilmirsən. Hə, deyirsən endirim olmaz. Qəşəng bir dənə endirim olacaq. Ünvanımız Binə qəsəbəsi. Buna bax. ABŞ-da Ağ ev, burada isə Karışnev. Baxın, ləzzət var, ləzzət alıram da. Həqiqətən belə gözəl evlərdən ləzzət alıram. Heç bir yerə bitişiklik yoxdur. Baxın, tam sərbəstliklə evin ətrafına gəzə bilirsən. Qəşəng daş döşəndir burada. Ləzzətli. Burada da operator gəldir. Niyə mən gözlərim? Gəldim, çəm-çəmki buna bax. Suyu, çəni, bir də bu işıqları, toxumları. Hər şey var, hər şey. Qazı, işığı, suyu, ən önəmlisi paket kupça. Bax, bax, bax. Kürsülü, 2 mərtəbəli yer. Gəl. Bunlardan qaçıb olmaz o ki. Bütün istifol, bununla nəzərdə yetirir ki, bütün istifol, mətbəxdir. Baxın, panorama pəncərəsindən, gizli işıqlardan hamısı var, yerində. Bu yazığı elə saxlamışıq axırda. Bunu görsənək, hamam tualeti, aksesuarlar da quraşdırılıb, boyda düzəldi hamısı. Boyda bir yanları boşdur, həqiqətən ağışın da gediyək. Bu qonaq otağımız, 1-ci mərtəbənin qonaq otağısı. Yəni 2-ci mərtəbə özü də qalmaz, öyle. Anlosuna da qalmamışam, bax. Zövqə bax, orada şümək istəyirsən. Çox. Zal. Bir yataq otağı. Bu taxacaq. Taxtasa da taxacaq. Bax görsən, işləyir. Sularları yaman qalmaz. Kollektor, bu istibun kollektorlarında və qalxaq 2-ci mərtəbəyə. İkinci mərtəbənin havalandırması, pəncərə açıq. Bir alandır da, baxın. Buradan yoxdur, bir alanın güzəldir, özündür. Bax, bu da 2-ci mərtəbənin kollektivi. Yazığı çək, hamam tualeti. Burada belə bir otaqlar burada var. Dostlar, çox gözəl. İnandırım ki, sizi təqdim edə bilirlər. Bu nədir? Və gözüm də başası burada. Bir aləm var, bir aləm bax bu deyə, özüm ölüm. Al burada baletlə, bax belə. Qonşu çağıran kimi, ay bəli qonşu, evdən 5 dəqiqə çıxıram, bax burada. Gəl, bax, özüm. Qardaş, həqiqətən başlamaz, olacaq sanırsın, burada qəşəng gözəl fikirlər ki, təqdimat da ki, istədiyin qədər. Buranı da bunu yanılır da bəs. Buradan çıxış, oradan çıxış. Nə bilim, baxala, bu... Deyə bilirəm, çaşdım bunu. Buna bax, 2-ci bir otaq. Qardaş, doğrudan da ləzzətli bir duran oluruz. 2-ci bir otaq. Qardaş, bu evin qiyməti 155 min deyə. Hələ güclü bir dənə evində 2000, 3000 söhbəti belə burada. Qəşəng evim olacaq, ünvanımız Binə qəsəbəsi. Heydər prospektindən bura, Mərdəkana gedən yoldan 5-ci dəqiqəlik yoldur. Qiymətiniz 155 min, ünvanımız Binə qəsəbəsi. Elə Binə dedim, çünki Binədə birinci dəfə də belə görürəm. Ona görə də tələsin, buranı almağa həqiqətən dəyər. Ha, bax, buran olmasın deyirəm. İndi belə deyək, biraz anlaşdım üzülürsən. Yəni, gəlin özür şahid olun, hamamı da göstərinizə də hamamı. Qardaş, nə istəyirsən? Bundan artıq da nə istəyirsən? Tez. Behi götür, gəl. Mən gedirəm, siz salamat qalsın. Buradan da götürür, değil mi?